Salam, hər vaxtınız xeyir olsun kanalımın izləyiciləri. Bugün mən sizinlə uzun düyüdən, bir də qreçkadan plov dəmləyəcəm. Burada bizim soğanımız, kökümüz, mal əti, yəni toyuq ətindən də hazırlaya bilərsiniz. Başqa ətlərdən də hazırlaya bilərsiniz. Burada sarı kökümüz, üyüdülmüş qara istiotumuz, raziyanamız var üyüdülmüş. İndi başlayaq. Soğanımızı xırda doğrayaq. Ocağımızı yandıraq. Tavamızın içərisinə kərə yağı, 200 qram duru yağ, tuzumuzu əlavə edək. Bir xörək qaşığı yarım duz əlavə etdim. Az olsa yenə əlavə edərik. Çəkilmiş ətimizi əlavə edək. Ədviyalarımızı əlavə edək. Sarı kökümüzü, üyüdülmüş qara istiotumuzu, raziyanamızı və buraxaq biraz ətimiz qızarsın. Əti, kökü biraz qızarandan sonra qreçkamızı, düyümüzü əlavə edək. Biraz yağda qovuraq düyünü, qreçkanı. Sonra üzərinə qaynar su əlavə edəcəyik. 2 dəqiqə düyünü, qreçkanı biraz qızardandan sonra üzərinə qaynanmış su əlavə edək. Ta su üzərinə qalxınca su əlavə etmək lazımdır və buraxaq bişsin. Birinci bir 5-10 dəqiqə belə gür xodda bişirmək lazımdır. Sonra ocağımızın xodunu az miqdarda qoyacağıq dəmlənsin. 5-10 dəqiqədir qaynayır. Ocağımızın xodunu azaldaq. Ağzının qapağını örtək və buraxaq dəmlənsin. Burada hazır bişmiş aş lovyamız var. Kim sevmir, əlavə etməyə bilər. Noxud da əlavə edə bilərsiniz, aş lovyası da.
Və bunu yaxşı qarışdıraq, bir-birinə qarışsın. Lovyasını əlavə etdik, buraxaq. Biraz dəmlənsin. Dəmdə 1-2 dəqiqə durandan sonra tamam hazır olacaq. Çox gözəl, möhtəşəm alındı plovumuz. Siz də mənim kimi belə qreçkadan düyünü qarışımından plov hazırlayın. Çox dadlı alınır. Çox sağ olun dinlədiyiniz üçün və mənə abunə olub dəstək olmağı da unutmayın.